Hə, mövzumuz oldu. Qədim dövr Azərbaycan. Gəlin bunu belə ardıcılıqla yazaq, bir də dövrlər adamı yazaq. Baxın, ta qədimdən neçənci əsrə qədər? 11. Gəlin bir, hələ ki 11-ə eləməyək. 1. Ta qədimdən 7-ci əsr yazın. Səbəbi deyərəm. Sonra 7-ci əsrdən 11-ə qədər. 7, 11. Sonra 11, 12, 11, 12. Aha. 13, 16. Sonra 13, hələ ki 13, 16 gəlir, doğru, buranı saxlayaq. Baxın, ta qədimdən 7-ci əsrə qədər burada olan ədəbiyyat nə qədər ki ərəb gəlməmişdi, bax qoy altına yazın. Ərəblər gəlib bizə 7-ci əsrdə, bilirsiniz, düzdür. Nə qədər ki ərəb gəlməmişdi, biz hansı ədəbiyyatdan istifadə edirdik? Ümum türk. Yazırsınız, ümum türk. Nə qədər ki ərəb gəlməmişdi, bizim ədəbiyyatımız budur. Ümum türk ədəbiyyatı. Ümum türk ədəbiyyatı. Aha. Ümum türk ədəbiyyatı. Hələ ki bu ümum türk ədəbiyyatını saxlayıb. Sual, bizim ilk ədəbiyyat nümunələrimiz. İlk ədəbiyyat nümunələrimiz nə vaxta aiddir və hansı mənbələrdən? Çin mənbəsi tamamilə doğrudur. Onu burada qeyd kimi yazıram. Qeyd. Bizim ilk ədəbiyyat nümunələrimiz eradan əvvəl neçənci? İkinci. Eradan əvvəl 2-ci əsr Çin qaynaqları. Çin qaynaqları. Aha. Çin qaynaqları. Mən Çin'i böyle yazdım. Ama bir məsələ var. Bu Çin qaynaqlarında olan Türk ədəbiyyat nümunələri Çin dilinə tərcümə olunur. Yəni Çin qaynaqlarında Çin dilindədir. Türkçə deyil, Türk şeiridir. Amma tərcümə olunur. Və sual versək ki, bəs Türk nümunələrinin Türk dilində ilk Orxon Yenisi. O neçənci əsrdir? Yenisey. Bizim eranın, o eradan əvvəl, bu bizim eranın 7-ci əsr. Aha. Buraydın oldu da, demək, Çin qaynaqlarında eradan əvvəl 2-ci minillik tapılmış Türk bədii nümunələri Çin dilindədir. İlk dəfə Çin dilində tərcümə olub, amma Orxon Yenisey elə Türk dilində Türk nümunələri 7-ci əsr. Orxon və Yenisey çayı ətrafında tapılmış mənbələrdə, abidələrdə bu var. Bunu qoyuruq. İndi gəldik bura. Ümum Türk ədəbiyyatında ən məşhur janr hansı idi? Dastan janrı. Buna epos da deyirdilər. Epos, dastanı, eyni şeydir. Kimin telefonu? Hə, evdən saat çıxır. Şeydirsə səssiz almayın deyirsin. Epos, qulaq asırsınız? Hə, ümum Türk ədəbiyyatı, yəni uşaqlar, bütün Türk dilli xalqların, Azərbaycan da daxil, ümumi ortaq bir ədəbiyyatı var. Ümumi ortaq bir ədəbiyyatı, ümumi Türk ədəbiyyatı. Ən məşhur janrı da epos idi, dastan. İndi gəlin görək, bu dövrdə yaranmış dastanlar hansılardır? Bunların ən məşhuru hansıdır? 1. Yaradılış dastanı. Yaradılış. 2. Yaradılış ayrıdır, dünyanın yaranması ayrıdır. Bu ikisi eyni dastan deyil. Yaxşı. Dünyanın yaranması. Üçüncü dastan nədir? Türklərin törəyişi. Türklərin törəyişi. Aha. Sonra Oğuz Xaqan dastanı. Düzdürmü? Oğuz Xaqan dastanı. Sonra Ergenekon. Sonra Ertonqa. Alper nə deməkdir? İgid, cəsur, tonqa. Alp, cəsur deməkdir. İgid deməkdir. Alp, Ertonqa. Birinci əri yazsın. Aha. Alp, cəsur deməkdir. İgid deməkdir. Tonqa da igidin adıdır. Tonqa dastanı 7-ci dastan nədir? Kök. Bunu yadda saxlamaq qaydasını sizə demişdim.
Baxın, yaradılış yadda saxlayın, belə yadda saxlayın dastanlarla. Yaradılış Allah, Allah neynədir? Dünyanı yaratdı. Sonra neynədir? Dünya yaranandan sonra türklər törəməyə başladı. Törədilər, sonra axırda nə oldu? Onlar öz xaqanlıqlarını qurdular. Sonra nə oldu? Məşhur igidlər artıq adlı sanlı tanınmağa başladılar. Məsələn, Ergenekon, Alper, Tonga. Sonra da bu türklər nə etməyə başladı? Sonunda köç etməyə başladılar. Yadda saxlamaq üçün belə yadda saxlayın. Yadda qalar. Hüseyin, qulaq asırsan. İndi gəldik bu yaradılış dastanına. Burada nədən danışır? Testə qarışdırıblar, testə qarışdırıblar. Nəyə qatıblar testə? Kim deyə mənlə bərabər söhbət edir? Testə nəyə qatıblar? Vızıltı var ama tuta bilmirəm nədir? Testə nəyə qatıblar? Yaradılış dastanının mövzusunu gətirib buna veriblər. Dünyanın yaranmasını. Sonra nə ediblər? Yaradılış dastanının mövzusuyla Avestanın mövzusunu qatıblar. Diqqətli olun, qarışdırın. Tanrı Qaraxan, bax bu dastanın baş obrazıdır. Tanrı Qaraxan. Amma səhvən gətirib bu dastanın obrazı kimi yazıblar. Demək, bu dastanda nə göstərilir? Göstərilir ki, dünyanı, türkləri, eləcə də dünyanı idarə edən Tanrı Qaraxandır. İndi bu türklərin ilk müfid düşüncələridir da, belə deyil. Bu Tanrı Qaraxan göyün 7-ci qatında oturub və nəyə müsadə edir? Həmin vaxt deyir, dünyada yaxşılıqlar da var, pisliklər də var, bədxahlıq da var, xeyrxahlıq da var. Bu Tanrı Qaraxan izin vermir ki, bədxahlıq, xeyrxahlığa üstələsin. Yəni bunu nəzarət edir, bunu idarə edir. Fikrim çatıra bildiyim, qətiyyən buna müsadə edəmir ki, pis qüvvələr, yaxşı qüvvələri üstələsin. Hər şeyi dünyanı Qaraxan idarə edir. Qutardı, getdi. Bu qədər asan bir mövzu. Sonra gəldik, adları bildirsin. Bunu yadda saxlayın. Bura keçid almasından əvvəl, yəni bu 7-11-ci əsrə keçid almasından əvvəl gəlin bir Avesta haqqında da danışaq. Avestanı danışandan sonra keçid alaraq bu bizlə. Avesta. Avesta. Avesta necə bir abidədir? Yadda saxlayın. Bax yazıram. Dini, fəlsəfi. Orada həm dindən danışır. Həm fəlsəfə var. Fəlsəfi fikirlər var. Həm də ədəbi. Ədəb nə deməkdir? Ədəbiyyata aid. Orada həm də bədii nümunələr var. Elə bir abidədir ki, elə bir kitabdır ki, orada həm din, fəlsəfə və ədəbiyyat nümunələri, üçü də var. Fikrim çatıra bildirim, beləcə deyəndə saxlayırsınız. Dini, fəlsəfə, ədəbi, abidədir. Bunun ili kitabımızda göstərilir. Biz bunu tarix kitabından baxdıq. 4-cü əsr. Kitabda tarix kitabında belə baxmışdıq. Makedoniyalı İskəndər. Bunu bax burada tarixdən axtardıq, bilmirəm ki, tarix kitabından belə tapdıq. Eradan əvvəl 4-cü əsr. Mən buna belə yazdım. Düz gəlibmi? Yandırılması, Avesta kitabının ortaya çıxması ilə Eradan əvvəl 7-ci əsrin sonu 6-cı əsrin əvvəlləri kimi yazılır kitabda. Yandırmaq. İndi ola bilsin 4-cü əsrdə yaranıb. 4-cü əsrdə yandırılır. 4-cü əsrdə yandırılır. Bax biz bilmirəm, tarix kitablarını tövtüyə axtardıq çünki ədəbiyyat kitablarında bu yox idi. Eradan əvvəl 4-cü əsr çıxartdıq. İndi hələ ki yazaq bunu, dəqiqləşdirərik, yenə dəqiqləşdirərik. Eradan əvvəl 4-cü əsr. Demək gəlin bugün müqayisə edilir. Bugün bizim dinimiz nə adlanır? İslam. Amma o vaxt nə qədər ki ərəb gəlməmişdi, ərəb İslamı gətirməmişdi. Dinin adı buydu. Zərdüştlük. Bu dinin adıydı. Dinin adı. Dinin adı. İndi İslam, o vaxt Zərdüştlük. İslamdan öncə. Bugün Peyğəmbərimiz, məsələn, ən məşhur Peyğəmbərimiz Məhəmməd Peyğəmbərdən, Məhəmməd əleyhissalam deyilir. Məhəmməd Peyğəmbər. Amma o vaxt Peyğəmbərin adı kim idi? Zərdüşt. Hansı ki bu kitabın müəllifi budur. Avestanın müəllifi Zərdüşt. Onu yazan bu şəxs.
kitabımızın adı nədir? Quran. O vaxt kitabımızın adı nə idi? Avesta. Bax, bu kitabın adı. Fikrini çatdıra bildiniz. Bu kitabın adı. İndi gəldik bunun mövzusuna. Nədən danışıq deyir? İslam dini tək Allahlılıq var. Düzdür, tək Allahlılıq. Amma Avesta çox Allahlılıqdır. Niyə? Burada iki cür Allah var. Xeyr Allahı və şər Allahı. Nə qədər ki, ərəb gəlməmişdir, bizim dinimiz budur. Biz nəyə sitayiş edirdik? O da. Sitayiş etmişik o da. O da sitayiş edərkən bizə elə gəlirdi ki, yəni bütün həyatdakı pis qüvvələri od məhv edir. Bəli. Sənə ağırsan. Get üzünü yürü. Get. Xeyr Allahı kim idi? Ahuraməzdar. Ahuraməzdar. İkinci adı var Hörmüz. İki adı var. İkinci şər Allahı. Angramanyu. Angramanyu. İkinci adı nədir? Əhrimənd. Rasul Rızaydı, Xayruzolu Türküdür. Əhrimənlər yuvası adlandırırdı Səbat Həkimiyyətini. Əhrimən. Xayruzolu Türk. Başım, beynim üstülənir. Nədir şey adı? Gözlərində talaş. Şehrin adı getdi. Nəysə, o şehrində. İndi, xeyr, demək, məsələ nə yerindədir? Avestada, Zərdüştlük dinində İki Allah, xeyr Allahı, şər Allah və bunlar daim mübarizə var. Xeyr Allahı Ahramazda, yəni Hörmüz nələri təmsil edir? Bax, testdə də var. İşıq, sağlamlıq, xeyirxahlıq, nur, yaxşı qüvvələr. Əhrimən nəyin təmsilçisidir? Ölüm, zülmət, xəstəlik, yalançılıq, bunları təmsil edir. Bunlar arasında daim mübarizə gedir. Bu arada bilin ki, bizim bu Zərdüş Peyğəmbərimiz keçən ildə demişdim, ibadət zamanı öz kürəklərin tərəfindən öldürülür. Avesta dini, Avesta kitabı 12.000 inək göl üstündə. Yada saxlayın. Göl nə deməkdir? Dərəkdə. 12.000 inək dərisi üzərində yazılır. Çünki o vaxt dərək yox idi. O vaxt kağız yox idi. 12.000 inək göl üzərində yazılıb, bax bu Avesta. Onu da, bu abidəni də məhv etdi Makedoniyalı İskəndər. Məhv elədi, o o qədər, necə deyim də, böyük bir abidədən 12.000 inək dərsinə deməkdir. Bizə üçə hissəsi gəldi, çıxdı. Yanıb üçə hissəsi qalıb. Yasna, Vendidat, Disperi. Bu onu yazın, adda yazın, kitabda yoxdur. Yasna, nə Gönçədə var? Cədə var mı maşində? Yazdırmışdım. Mən yazdırmışdım, əlavə etmişdim. Keçən yazırmışdım. Yasna, Vendidat, Disperi. Bax, bircə bu üçü qalır. Bu üç hissə. Bircə bu üç hissə gəlir bizim əlimizə çıxıb. Qalanı hamısını yandırıb məhv edib. Yasna, Vendidat, Vendidat, Disperi. Testdə nə düşür? Testdə düşür ki, indi testdə çaşdırıcı şey sizə deyir. Suala diqqət edin. Suala diqqət edin. İki cür sual düşür bunun testindən. Bir şərtində sual salır ki, xeyir və şər qüvvələr, xeyir Allahına, şər Allahı daim mübarizə var. Bu ümumi Avesta kitabının mövzusudur. Avestanın canıdır bu. Avesta kitabında var bu. Biri də var. Məhz qatlar hissəsi. Demək, bunun bir hissəsi, Avesta kitabı hissələrdən ibarət. Hissələrdən. Bu hissələrdən birinin adı belədir. Qatlar. Qatlar. Və yadda saxlayın. Bu hissələrdən birinin adı belə adlanır. Deməli, məsələn, bax, bunlar hamısı hissədir. Yasna, Vendidat, Disperi, bunlar hamısı hissədir. Bir hissəsinin adı budur, qatlar. Qatlar hissəsində nədən danışır? Testə düşür. Demək, bir, insanın yaranması. İnsan yarandı, yadda saxlayın.
Sonra insan həyatının müxtəlif məqamları artıq böyüyür. Uşaqlığı, yeniyetməliyi, gəncliyi, orta yaş dövrü, qocalığı, bu nə deməkdir? İnsan həyatının müxtəlif məqamları. Sonra getdik, insanla təbiət arasında mübarizə. Burada söhbət ondan gedir. Bundan sonra insanların müharibələrdə qələbə qazanırlar və ya məğlub olurlar ha. Həmin vaxtda keçirdiyi duyğular, hisslər. Bu söhbət getdi harda? Yalnız Avestanın yalnız qatlar hissəsində bundan danışır. Bütövlükdə Avestada yox. Sonra Avesta insanları nəyə çağırır? Bu kitab insanları nəyə çağırır? Əməyə zəhmətə. Əməyə zəhmətə humanizm. Yazıram. Yazıram. Testin cavablarını yazıram bir-bir sizə. Baxın, əmək, zəhmət, testin cavabları, humanizm. Humanizm. Əmək, zəhmət deyərkən biz bu hissələri oxuyanda görürük ki, insanlar nə ilə məşğul olur? Əkinçilik, maldarlıq. Əkinçilik, maldarlıq. Aha. Bu fikir, əkinçilik, maldarlıq, əmək, zəhmət, humanizm, xeyir şər qüvvələrin bir-birini yeməsi, dalaşması, bunlar hamısı ümumi Avestanın mövzusudur. O bayaq saydıqları insan məsələsi, o burada. Qarışdırmazsınız testlər. Ona görə şərtinə diqqət olun. Şərtinə diqqət olun. Avestadan demək, bildikmi, əsr kimi hər əfinə götürülür, eradan əvvəl 4-cü əsr. Kitabın adı nə oldu? Kitabın, dini kitabın adı. Avesta. Avesta sadəcə dini kitab idi mi? Xeyr, necə kitab idi? Dini, fəlsəfi, ədəbi kitab idi. Yaxşı, Avesta kitabın adıdır. Bəs hansı dini kitabı idi? Zərdüştlük dininin kitabı idi. Bəs Peyğəmbərin Zərdüşt özü idi. Avestanın müəllifi kimdir? Elə Zərdüşt özüdür. Yaxşı, bu abidəni kim məhv etdi? Makedoniyalı İskəndər. Yaxşı, nə qədər, nəyin üstündə yazılır? 12 min üstündə deyirəm, görüm, qulaq asın, siz mi yazırsınız? 12 min dinlətlərsin. Bizə hansı hissələr gəlib çıxır? Yazma, neydidir? Yaxşı, qatlarda nədən danışırdı? İlk insanın yaranması, həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyət oldular. Əla, bəs bu xeyir, şər, humanizm, əmək, zəhmət, bu haradadır? Avestanın ümumi mövzusudur. Bu Avestanın ümumi mövzusudur. Qutardı deyil. Buna sual olan var mı? Silivər. Kitabda var. Çəkmə bilərsən. Silə-silə də sual verin. İlk Türk nümunələri. Çin qalib var. Neçəncəsi? İkinci. Bəs minilikdə, ikinci minilikdə. Bəs Türkçə olan orta yenisi. O neçənci? Yedinci əsr. Baxın, xeyir və şər qüvvələrinin mübarizəsi Avestadaydı. Şər qüvvələri, xeyir qüvvələri üstələnməsinə yol verilmir. Bu yaradılış dastanında. Ərəb gələnə qədər biz nə var, nə yox dedik. Ərəb gəldi, ateşpərəstliyi. İndi bir sual verin. Sizcə ateşpərəstlik dininin izləri bu Novruz bayramında qaldı. Novruz bayramında elədiyiniz hansı? Tonqal qalamaq, sonra. Üstündən hoppanmaq, sonra. Səməni göyərtmək. Səməni göyərtmək nədir? Əkinçilik, əmək, zəhmət, bərəkət, bolluq, düzümü? Bax, hamısı Avestan qalxlar. Hamısı Avestan qalxlar. O da staj eləmişdir. Cəfər Cabbarın əsəri var, od gəldi. Od gəldi. Onu oxuyun. Hə, solmaz var orada. Od qızartlandırırlar onu. Bax, o od gəldi əsərində hadisələr ateşpərəstlik dövründə. Ateşkəsat var orada. Solmaz o ateşkədən çıxarılan qız idi. Bax, onu oxusaz ateşpərəstlik orada daha yaxşı təbliğ olur. Ərəb gəlməmişdən öncə Azərbaycandakı vəziyyət, durum, hə.
Orada da ateşpərəstlikliyi var yəni məsələ. Bu ta qədimdən 7-ci əsrə qədər olan şeylərdən biz danışdıq. İndi ardıcıl gəlir. Gəldik 7-ci əsrə. Bu ərəb artıq gəldi. Ərəbin gəlməyi, ay uşaqlar, ərəbin gəlməyi. Gəldi İslam dinini qəbul etdirdi. Ərəb dilini dövlət dili elan elədi. Bütün məktəblərdə, mədrəsələr açıldı. Nə məqsədlə açıldı? Azərbaycanlılara ərəb dilini mənimsətmək, İslam dilini mənimsətmək. Mədrəsədə nə oxudurdular? Quran. Ayəsi, surəsi uşağı əzbərlədirdi. Başqa nə keçirdi ki? Ancaq Quran. Mənimsədirdi. Bəs yaxşı, bu ədəbiyyata təsir elədimi? Elədi. Ərəbdən bizə yeni vəzn gəldimi? Əruz vəzni. Əruz vəzni özü də bərabər janrlarını gətirdimi? Gətirdi. Ədəbiyyatımızın mövzusuna təsir elədimi? Elədi. Yəni, ərəbin gəlməyi ədəbiyyatda da dəyişir. Ədəbiyyatda da. Bu dövrdə ərəbcə yazan var. Ərəbcə yazan. İki yerə bölünür. Bax, testə düşür. Testə düşür. Ərəbcə yazan iki. Eləsi var. Yəni, ölkədən kənarda. Ölkədən kənar. Ölkədən kənarda deyərkən, ərəb ölkəsində. Azərbaycanlıdır. İkisi də Azərbaycanlıdır. İkisi də bizim sənətkardır. Bir qrupu ərəb ölkəsində oturdu, ərəbcə yazdı. Bir qrupu Azərbaycanda oturdu, ərəbcə yazdı. İkisi də ərəbcə yazdı. Və ortaq cəhət həmdə nədir ki, nə olsun ərəbcə yazdı? Ərəbcə yazıb, amma vətənpərvərliyindən danış, vətənindən yazır. Oradakı duyğular, hisslər Türkün keçirdiyi duyğudur. Türkün düşüncəsidir, Türkün psixologiyasıdır. Türkün vətəni təbliğ olunur, amma ərəb dilində. Bunu da məcbur idilər. Zorla dili qəbul elətdirib, neyini mənlidir ki? Tədris dili, təhsil dili, elm dili, hər şey ərəbcədir. Buna başqa yol buraxmadılar. Bu dövrdə həm elm dili, həm də sənət dili elə ərəbcə olur. İndi ölkədə yaşayanlar. Gəlin, ölkədən kənarda yaşayıb ərəbcə yazanlar kimlərdir? 1. Musa Şəhavat, əzbərləyəcəksiniz. Şəhavat. 2. İsmail ibn Yasər. Mən qısaca İyasər yazırım, yerim yoxdur. 3. Əbül Abbas Ələma. Əbül Abbas Ələma. Əl-Əma yazıram da. Əbül Abbas Ələma. İndi, orada bunların şeylər var. Hansı mövzuda yazıb? Bax, ona diqqətli olaq. Məsələn, Musa Şəhavat müharibə və təbiət mövzusunda çox yazıb. Müharibə və təbiət. Və onun əsərlərində yenilik var idi. Humanizm var idi, səmimilik var idi. Bax, bu açar sözlər kimi yazır bu qabağına. Açar sözlər kimi. Təbiət mövzusunda yazıb, müharibə, sonra yenilik, səmimiyyət, lirizm yazır. Lirizm. Aha. Açar söz kimi. Bunu görsən, söhbət kimdən gedir? Musa Şəhavat. 2. İsmail ibn Yasər. O nədən yazır? Vətənpərvərlik görsəz, bilin ki, söhbət bundan gedir. Vətənpərvərlik. Bəs Ələma o nədən yazır? Ədalətlə zülmün qarşı durması və etiraz var orada. Belə yada saxlayın, baxın, Əbül Abbas Ələma deyil də. Ədalət, Əbül Abbas Ələma ədalətdən yazır. Ədalət və zülmün qarşılaşdırılmasıdır. Sonra etiraz səsini ucaldır. Dövründəki çatışmazlıqlara öz etiraz edir. Haqq səsini ucaldır. Yadda qalar. Demək kim oldu? Ölkədə qalıb ərəb ölkəsində yaşayıb ərəbcə yazan. Göz yaddaşına verirsiniz. Musa Şəhavat, İsmail ibn Yasər yazmışam. Ələma. Mövzusu da yadda qaldı. Silək. Bəs yaxşı, ölkədə yaşayıb
Ərəbcə yazanlar kimlər? Belki Cəfər ibn Cəfər ibn nə demək? Oğlu. Cəfər kim oğlu? Cəfər ibn Məhəmməd Marağayi. Məhəmməd Marağayi. Ay uşaqlar, bu adlar biraz gəlizat da, yadda saxlayın. Ən azından bir dənəsini gördünüz, bu tərəfləri yadda saxlamaq çətindir. Heç olmasa bir dənəsini ya Cəfəri yadda saxlayın, ya Marağayini yadda saxlayın. Heç olmasa testdə görəndə yadına düşsün. Bütün şəkildə saxlamaq lazımdır, vacibdir, mütləqdir. İşte şayət gördüm yadda qalır, bir dənəsini yadda saxlayın. Məsələn, Cəfər asandır, Cəfər. Əslində Cəfərdir, bu atasının adıdır. Cəfər Məhəmməd Marağayi oğlu. Yemin oğlu deməkdir. İkinci kimdir? Bərkəvi Zəncanini qısaca yadda saxlaya bilərsiniz. Qısaca Zəncani. Zəncani. Bunu məncə yadda saxlamaq elə çətin deyil. Üçüncü, Mülğərçi. Qısaca Mülğərçi yadda saxla. Mülğərçi. Cəfər, Zəncani, Mülğərçi. Yadda qalar. Cəfər, Zəncani, Mülğərçi. Qısaca üçüncü bunları yadda saxla. Bu da oldu bizim Ərəbcə yazanlar. Bunlar Ərəbcə yazanlar, Farsça yox. Əsr kimi götürsək, 7-11 hələ Fars gəldi. 11-də də Fars gəldi. Bax, Fars. Fars gələnə qədər bunlar idi. Məşhur bunlar idi. Yadda qaldı. Silə indi Farsa keçəkmi? Keçək. İndi gəldik intibaha. Ərəb dili, uşaqlar, düzdür, Quran dilidir. Pis deyə bilmərik, kobud dilidir. Ərəb dili şeirə yatmır. Ərəbdə ğı boğazı, ğı hərfi daha çox. O da şeirə əl verilir. Əl verilir. Gəldik bura, 11-12. Fars axıcı dildir. Fars, bəli. Fars axıcıdır. Fars dili musiqiyə də çox yaxınlıdır, şeirə də çox yaxınlıdır. Fars dili axıcı dildir. Zərifdir, Fars zərifdir, ərəb kobuddur. 11-ci əsrdə Bahar Farslar gəldi. 11-ci əsrdə Farslar gəldi. Fars gəldi və burada bir dönüş başlandı. İntibah nə deməkdir? İntibah. Çiçəklənmə dövrü. Tək ədəbiyyat yox, uşaqlar. Azərbaycanda hər şey çiçəklənməyə başladı. Hər şey inkişaf elədi. İqtisadiyyatla, mədəniyyətlə, elmlə, incəsənətlə, eyni zamanda ədəbiyyatla. Hər şey çiçəklənmə inkişaf elədi. Və bu dövrün ədəbiyyatına deyirik saray ədəbiyyatı. İntibah dövrünün ədəbiyyatına saray ədəbiyyatı. Niyə saray ədəbiyyatı deyirik? Bəli, həmin dövrdə hökmdarlar ən məşhur şairləri dəvət elədilər saraylara. Və şairlər artıq sarayda yaşayıb yaratmağa başladılar. Sizcə onların əsərlərinin mövzusu nə olardı? Hökmdarı tərifləmək. Amma buna məth dedik, məthiyyə, məth. Tərifləməklə qalmırdılar. Təkcə tərifləyib, bu iş bundan bitmirdi. Eyni zamanda hökmdara doğru yol göstərdilər. Əsl hökmdara necə olmalıdır? Həm tərifləyirdi, həm doğru yol göstərdi. Bu dövrdə saray ədəbiyyatında ən məşhur janrı qəsidə janrıdır. Qəsidən yazı gəlin növlərini keçdik. Peyğəmbərin tərifinə nə deyirdik qəsidədə? Nət. Allahın tərifinə minacat. Hökmdarın tərifinə məthiyə. Mət tərifdir. Yazdım mı yazdım? Minacat. Kimi tərifləyir? Allah'ı. Nət. Kimi tərifləyir? Peyğəmbəri. Aha. Peyğəmbər. Məth etmək, tərif etmək kimdir? Məthiyyə. Kimi tərifləyir? Hökmdar. Fəxriyyədə kim tərifləyir? Aha. Fəxriyyədə şair özünü tərifləyir. Mərsiyə növü var bir növüdə. Bir növü də var həcb, yadda saxlayın. Qəsidənin növləridir. Eşitsiz? Qəsidənin.
sözcüklərdir. İntibah dövründə bunlardan ən çox hansı sürətlə inkişaf edir? Mətiyyə 1, fəxriyyə 2, mərsiyə, həcv. Bu dövr. Ən məşhuru bu dövrdür. Bundan çox yazır. Həcv nə deməkdir? Bir şəxsə aid idi, onu tənqid edirlər. Hə, nə? Satiraya bənzəyir. Həcvdə tənqid var. Bir şəxsin adına yazılır da onu tənqid edirlər. Mərsiyə də məlum məsələdir. Ölmüş adam. Ölmüş adam. Mərsiyə, ölmüş adama deyir. Bəli. Cahan, demək, Davdaq var idi o vaxtda, o da ərəbcə yazan şair idi. Davdaq. O, Babəkdən öncəki bir də hakimiyyətdə olan Cavidan. Hə, Cavidanın ölümünə Mərsiyə yazmışdı, bax. Məşhur Mərsiyələrdən biri də o vaxtda. Buranı bildik mi? İndi gəldik, bizə nə lazım? Bizə lazımdır ki, bu dövrdə, intibah dövründə məşhurlar kimlər, yazıqlar adamlar kimlər idi? Bu dövrdə ilk nələr olur? Bir əsr boyunca, 11-12-ci əsr nə başlayır? Buraya yazaq, bir klaster çəkib sizə, bir klaster çəkib. Bu klasterə bax, diqqətli olun. Bax, buraya yazıram Qətran Təbrizi. Görün bu insan nə qədər ilklərə imza atır. Əsr kimi 11-ci əsr, yadda saxlayın, tarixi budur. İlk dəfə saraya gedən şair Qətran Təbrizi. İlk saray şairi budur. Sonra, ilk rübai yazan budur. Bundan başqa ilk farsça şeir yazan, yenə var. İlk farsça divan var. Divan şeir kitabı demək. Farsça şeir kitabı yazan yenə budur. Fikrim çatıra bildim? Hə. Bu ilki atdığı imzalardır. İlk yeniləri, ilk bu ilkləri. Bundan başqa onun bir lüğəti var. Adı nədir o lüğətin? Ət-təfasir. Testdə var, bunların hamısı mənbəsən. Testdə var. Çünki diqqətlə qulaq asın. Bu nədir? Testdə açdan göz yumulu yazasın. Bu lüğətin müəllifi kimdir? Qətran Təbrizi. Təbriz zəlzələsi. Hər vaxt Təbrizdə möhkəm zəlzələ baş verir. Həmin zəlzələ bu adam 2 mənzumə yazır. 2 mənzumə. Yazıram. 2 mənzumə. Hansı mövzuda yazıb bunu? Təbriz zəlzələsi. Təbriz zəlzələsi. Aha. Təbriz zəlzələsinin 2 mənzumə yazır. Bu, Qətran Təbrizi haqqında olan məlumat. Baxın, görün, elə bir şey qaldı mı demədik? Qətran Təbriziyə baxın. Asla bir əsəri var mı? Yadana xərabələr. O da əsərə daxil. Onu qata, onu iyi gəlir. Hələ. Ət-təfasir o deyil, lüğət. Lüğətin adını da tutalım. Lüğət. Hamısını yazdı. Bir göz yaddaşına verir. Qətran Təbrizini belə xatırlayaq. Testdə. Siləkmi? İlk saray şairi. İlk farsça yazan, ilk farsça divan bağlayan, ilk rübai yazan, 11-ci əsrdə yaşayan. Hə? Hansı saraylarda? Onu yazmadı. Hansı saraylarda? Gəncə, Təbrizi deyirsə, onun nisbəsidir. Demək, Təbrizdə yaşayır. Gəncə və Təbriz sarayı. 2 sarayda yaşayır. Gəncə və Təbriz. Silək mi bunu? Bunu silək. Qətran Təbrizi belə getdi. İndi gəldik ardıcıllıqla gedək, bəhsəti. Necə Qətran 11-dir. İndən belə danışdıqlarımız 12-dir. Bəhsətidir, Xaqanidir, Nizami Gəncərdir. Bunlar artıq 12-ci əsrdir. İntibah dövründə farsça yazanlar desələr, bax, testdə düşün, ərəbcə yazanlar, farsça yazanlar. Ərəbcə yazanları bildik.
İsmail ibn Yasər, Musa Şahavat, Əbul Abbas Ələma, Cəfər, Zəncani, Lüğətçi, bunlar ərəbcə yazanlar. İndi farsça, tezdə qatıblar, bunları ona görə deyirəm. Farsça yazanlar, Qətran Təbrizi dedik. İkinci, Məhsəti Gəncəvi, qadındır bu. O gün kimidir deyirəm, elə bilirdim, bu kişidir. Məhsəti Gəncəvi. Üçüncü, Əbül Üla Gəncəvi, Əbül Üla Gəncəvi, Məhsəti Gəncəvi qadındır, Məhsəti qızıldır. Gəncəvi. Dördüncü, Fələki Şirvani, Beşinci, Xaqani Şirvani. Altıncı, Nizami Gəncəvi. Farsça yazan buyurun, bunlar. Şuralar, bunlar farsça yazanlar. Ya da saxlayarsınız. Bunlar farsça yazanlar. Məhsəti Gəncəvini biz nə ustadı kimi tanıyırıq? Rübai. Aha, Gəncə sarayında yaşayıb yaradıb. Bunu demişdim sizə, bir qəzəlinə görə hökmdar ona bir xəzinə verir. Bəli, bircə qəzələ görə bir dənə xəzinə açarını qoyub orucuna. Daha çox fəlsəfi mövzuda rübayələr yazır. Fəlsəfi mövzuda rübayələr yazır. Bundan bir dənə rübayə də demişdim. Dün kaşı kuzəmi daşlara çaldı, sərxoşdum bilmədən əlindən saldı. Kuzə dilə gəlib dedi ki, mən də sənin kim idim, bu günə qaldım. O fəlsəfi rübayədir, açıqlamasını demişdi. Nə deməkdir? İnsan torpaqdan yaranır, kuzə nədən hazırlanır? Palçıqdan, torpaqdan. İnsan ölür nəyə qarışır? Kuzə yəni deyir ki, baxardı, mən də sənin kimi insan idim, öldüm, torpağa qarışdım, məni kuzə düzəltdilər. Amma halbuki mən də insan idim, torpaqdan gəlmişik, torpağa gedim. Yaxşı, Əbül Üla Gəncəvi qovundan deyim sizə. Baxın. Aha. Əbül Üla Gəncəvi Məlik-ü Şüarı oldu, uşaqlar. Məlik-ü Şüarı. Məlik-ü Şüarı nə deməkdir? Şairlərin başçısı. Şairlərin başçısı. Xoşbəxtlik bağçası. O, Məhəmməd Füzuli idi, o, Məhəmməd Füzulinin əsəridir. Məlik-ü Şüarı şairlərin başçısı deməkdir. Demək, sarayda xüsusi vəzifəsi var idi onun. Şairlərin başçısıdır. Məlik-ü Şüarı sarayı gətirdi Xaqani Şirvani. Xaqani Şirvani onun vasitəsindən gəlir, onun dəvətindən gəlir. Amma gəlməz olaydı. Çünki Xaqani Şirvani saraya gəldi. Sarayın iç yüzünü gördü. Gördü ki, saray dediğim qan çalar. Və qaçmağa çalışdı. Əsl adı Xaqani Şirvani gəlir. Buna baxın. Əfsələddin onun adı deyil. Əfsələddin onun ləqəbidir. Ləqəb nədir? Kənardan verilən. Bu adı ona xalq qoyur. Əfzəl şair. Əfzəl nə deməkdir? Həddindən artıq gözəl, əla, mükəmməl deməkdir. Bunu cəmaət bu adı buna qoyur. Əfzəl. Xaqani onun təxəllüsüdür. Özü götürür. Aha, ləqəb. Şirvani onun nisbəsidir. Nisbə nə deməkdir? Yaşadığı yerin adını daşıyır. Şirvanda yaşayıb o yüzden. Şamaxıda, Şirvanda, Şirvan sarayında yaşayıb. Şirvan Şamar. Əsl adı isə Əlidir. Bir şey de var. Əsl adı Əli. Qısaca Əli desək. Əlidir. Xaqani demək, Əlinin bir beyti var. Bunu saraya dəvət edəndə ona Xaqan rütbəsi verirlər. Bax, bu rütbənin adıdır, Xaqan. Özünə orada Xəlqani adlandırır. Bəli, vəzifəsinə görə ona Xaqani dedilər. Amma o nə bilir? Gənc oğlan saraya həvəsdən gəlir. Molla Pənah Bakir də belə olmuş deyil, saraya həvəsdən getmişdi, çılğın vaxtı. Getdi, sonra peşman oldu.
Gənckən saraya getdi, ona vəzifə verdilər, şan, şöhrət, şey vaxtlardı. Amma sarayın iç yüzünü görəndən sonra fikrini dəyişdi. Dedi ki, bunun dilindən söylər. İstəmərəm adımı çağıralar Xaqani, mən yoxsullar şairi. Xəlqaniyəm. Xəlqani. Yəni, mən bu vəzifədən imtina edirəm. Mən xəlqləşdirərəm. Heç nəmiz birləşdirərəm. Hə, bildiniz ha? İstəmərəm adımı çağıralar Xaqani, mən yoxsullar şairi, Xəlqaniyəm, Xəlqani. Bunu dilindən söylədir. Sonra Xaqaninin Azərbaycan təbiətini gətirdiyi yenilik. Yenilik nədir? Buraya yazıram. Hanı Xaqani Şirvani? Yenilikləri. İlk məsnəvi. Bilin ki, Xaqani Şirvani gəlir. İlk məsnəvi. Sonra ilk poema. Amma süjet xətti yoxdur. Poemanın adı budur. Töhfətül İraqi. Tərcüməsi iki İraqın töhfəsi. Töhfə nə deməkdir? İnsana verdiyi, yəni iki İraq mənə nə verdi? Bunu demək istəyir. Məsələ nə yerdə? Demək, Xaqani Şirvani saraydan qaçmaq istədi, buna da icazə verməklər. Ona görə ziyarət adından qaçdı saraydan. İraqa, Ərəb İraqa, Əcəb İraqa. Bu iki İraqın töhfəsi Ərəb İraqa, Əcəb İraqa. Bu iki İraqın ikisini də gəzdi və yol boyu gördüyü təəssüratlardan danışdı. Süjet xətti yoxdur. Konkret bir hadisədən danışılır. Bu əsər, yada saxlayın, avtobiografi. İlk avtobiografik əsər, yenə ilkdir ha, yenə ilkdir. İlk avtobiografik əsər, yenə töhfədir. Və uşaqlığı, gəncliyi, məktəb yoldaşları, dostları, hamısından burada xatirədir, yəni xatirəsi var. Amma tərcümə ehal deməkdir. Avtobiografik tərcümə ehaldır. Süjet xətti yoxdur, yəni bundan danışaq. Avtobiografik, elə bir ki, sanki tərcümə ehalını danışaq. Və yol boyu gördüyü təəssüratlar. Nəysə, bu getdi, amma bunu yenə qaçıb saraya gətirdilər. Ona görə bunu saraydan icazə vermirlər ki, gedib sarayın iç yüzünü açıb töhfəsin. Gətirdilər gətirməyə, sonra bir də qaçdı. Hara qaçdı? Təbrizə. İndi diqqətdən qulaq. Bax, özü Şamaxlıdır. Şirvan Şahlar sarayında yazıb qaradır. Sonra gedir Təbrizə. Təbrizi o qədər yaxşı qarşılayırlar. Şamaxını anlatırlar, Təbrizi atası. Bəli. İndi bura baxın. Tezdə düşür, deyir Şamaxını özünə ana, Təbrizi isə ata hesab edən sənətkar kimdir? Xaqani Şirvani. Şamaxıdan qaçdı, getdi Təbrizdə yurt saldı, saraydan qaçdı hökümdarın əlində. Təbrizdə o şeirində görürük, deyir, mənim başıma tabaqla simuzər, qızıl töküldü. Şairə Təbrizdə Şamaxıdan da çox dəyərlidir, çox qiymət verilir. Və şeirdə nə deyir? Beyti verir, deyir, bu müəllifi kimdir? Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xaniman qurdum. Xaniman nədir? Ev, yurt, yuva. İndi isə acığım tutmuşdum ana. Sənin qucağından ayrılsam, ana adlandırdı mı? Ümidim, pənahım, Təbriz, o yurt da mənə sevimlidir, əziz. İndi orada ümid, pənah testə salır. Təbrizi ümidi pənahı hesab eləyən şair kim idi? Xaqani Şirvani. Bilin ki, o şeirdən nə qədər test salır. Sonra Xaqaninin ilk poemi ama süjetsiz. Bak, buraya yazıram, süjetsiz. Süjet xətti yoxdur. Xaqani Şirvani bir də ilk farsca nəsr əsəri. İlk farsca nəsr əsəri, buraya yazıram. İlk farsca, ama farsça ha. Müəllim, şikayətnamə ana dilindədir. Ana dilindədir. Bax, ana dilində ilk nəsr şikayətnamədir. Fars dilində ilk nəsr. Bu kitabınızda yoxdur, əlavə edin. Xaqani Şirvaninin farsça yazdığı Münşəat əsəri. Münşəat. O, mən burada fazla vereyim, bir dəqiqə. Davam edək. Demək, burada nə dedik? Bir ümumiləşdirmə aparaq gəlir. Xaqani Şirvaninin
Qəsidə ustası kimi biz onu daha çox tanıyırıq, qəsidə ustadı. Sonra Şamaxını sevimli yurdu anası adlandırıb, Təbrizi isə ümidi, pənahı atası adlandırıb. Şeirlərdə düşür çünki. Demək, Töhfət Nuragin əsəri hansı ilk yeniliyi gətirdi? İlk məsnəvi janrında yazılmış əsərdir. Yəni, məsnəvi janrını bizə ilk bu əsər gətirdi. İlk süjetsiz poemadır. Bax, bu devirdə, intibah dövründə 2 poema yazıldı. Biri süjetli, biri süjetsiz. İlk dəfə poema yazan Xaqani Şirvanoğlu, Töhfət Nuragin, amma bu süjetsiz poemaydı. Xaqani Şirvanidən sonra süjetli poemanı ilk dəfə Nizami Gəncəvi yazdı, Xosrov və Şirin əsərini 1181-ci ildə. Demək, ilk süjetsiz poemamız Töhfət Nuragindir, ilk süjetli poemamız Xosrov və Şirin poemasıdır. Müəllifi Nizami Gəncəvi. Sonra, bu əsər Töhfət Nuragin əsəri ilk avtobiografik əsəridir. Ədəbiyyatımızda ilk avtobiografik əsər. Burada şair öz həyatından, uşaqlıq illərindən, təhsilindən, dostlarından bəhs etmişdir. Əslində Xaqani bundan əlavə farsça divanı da var. Bir Qətran Təbrizinin farsça divanı var idi. Bax, indi əslində Xaqani ilə ortaq cəhət götürə bilərik ki, farsça divanı var hər ikisinin. Bir də var Mədain Xarabəyər qəsidəsi. Bu qəsidədə nədən danışır? Demək, orada Mədain şəhəri Sasani dövlətinin paytaxtı olur və bu paytaxtda müharibələr nəticəsində bu paytaxt xarabalığa dönür. Və bu şəhərin xarabalığını əsərində göstərməklə şair bir növ dövrünün hökümdarlarına bir ibrət dərsi verməyə çalışır. Sonra bir də var Gənclərə Nəsihət əsəri. Bunu da ayrıca keçəcək sizlə. Sonra gəldik nəyə? Bu dövrün, intibah dövrünün sual düşsə ki, ən görkəmli nümayəndəsi kim idi, ən məşhur kim idi? Nizami Gəncəvi. Bundan başqa, Nizami Gəncəvi demişkən, Xosrov Şirin poemasının 1181-ci ildə yazdığı bu poemanın Azərbaycan ədəbiyyatının qəti yenilik nə idi? İlk hökümdar qadın obrazı burada yaradılıb, söhbət Şirindən gedir. Sonra ilk ideal qadın obrazı yenə söhbət Şirindən gedir. Demək, Şirin obrazını yaratmaqla həm ilk qadın, ideal qadın obrazı yaradıb, həm ilk hökümdar qadın obrazı yaradıb. Burada da deyilənə görə Şirin obrazını yaradarkən həyat yoldaşı Afağı nəzərdə tutub. Yəni, onun xarakterindəki bütün xasiyyəti Şirində cəmləşdirib. Sanki ondan danışıb, ondan yazıb, Afaqdan. Sonra Xosrov və Şirin poeması Azərbaycan ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ilk poemadır. Bundan başqa qadın azadlığı mövzusunda yazılmış yenə ilk poemadır. İlk qadın azadlığı, ilk hökmdar qadın azadlığı. Demək, yenilik təkrar edirəm. İlk süjetli poemadır, ilk ideal qadının, ilk hökmdar qadın obrazı yaradılıb, ilk dəfə qadın azadlığı mövzusunda yazılmış əsərdir, ilk dəfə məhəbbət mövzusunda yazılmış əsərdir, ilk süjetli poemadır, bu qədər. Ümid edirəm ki, yadınızda qalır. Gəldik bura, həmin devirdə, intibah dövründə bunlarla bərabər dini mövzusunda da əsərlər yazıldı. Yəni, dövrün xüsusiyyəti kimi düzgün fikir, səhv fikir düşür testlər uşaqlar. Və bu fikri düzgün fikir götürür ki, intibah dövründə dini mövzuda da əsərlər yazılır. Sonra, bu dövrdə yazılmış lüğət, Divan-ı Lüğati Türk. Bunun müəllifi Mahmud Kaşqaridir. Mahmud Qaşqarlı da gedir bəzi mənbələrdə. Mahmud Kaşqari 11-ci əsrdə yaşayıb yaradıb. Yəni, bu lüğət 11-ci əsrə aid lüğətdir. Divan-ı Lüğati Türk nə deməkdir? Yəni, türk dillərinin izahlı lüğəti. İzah. Bu, bizim Azərbaycanda ilk ensiklopedik lüğətidir. İlk ensiklopedik lüğətidir. Və burada təkcə Azərbaycan sözlərin, Azərbaycan ədəbiyyatına aid nümunələr deyil, ortaq türk ədəbiyyatı. Ortaq türk ədəbiyyatına aid nümunələr toplanmışdı. Orada 9000-dən çox söz, söz birləşmələri, şeirlər, beytlər, bəndlər var idi, hikmətli sözlər. Və testə düşmüşdü müəllimlərin imtahanında. Deyirdi ki, hansı əsər deyir, bu kəlamla başlayır, türk dilini öyrənin, çünki onun uzun sürən hakimiyyəti var.
Söhbət divan lüğəti türk əsərinə gedir. Bu kəlamı deyib Məhəmməd Peyğəmbərə aiddir. Yəni Mahmud Kaşgarlı divanını belə başlayır. Məhəmməd Peyğəmbərin kəlamı ilə türk dilini öyrənin. Çünki onun uzun sürən hakimiyyəti var. Bu da oldu bizim lüğətimiz. Başqa da qaldı deməmiş. İntibah dövrünə aid. Bir də burada bizim uşaqlar, alimlərin adları çəkilir. Dövrün alimlərinin və eyni zamanda dövrün ədəbiyyatçılarının adları çəkilir. Bunu da mütləq şəkildə əzbərləməlisiniz. Dövrün alimləri sırasında verir Əbülhəsən Bəhbəlyar, riyaziyyatçı olub səhvləmirəmsə Bəhbəlyar. Sonra Eynəl Güzat Miyanətçi, bir də Şihabəddin Sührəvərdi. Şihabəddin Sührəvərdi. Mütləq şəkildə əzbərləməlidir. Bəs bu dövrdəki ədəbiyyatçılar kimlər idi? Mahmud Kaşgarlı, elə dedik divan lüğəti türk. Əhməd Yəsəvi. Əhməd Yəsəvi hansı əsərin müəllifidir? Divan-ı Hikmət. Divan-ı Hikmət. Bir də Yusif Balasaqullu. Yusif Balasaqullu 6-cı sinif dərsliyində veriblər. Bunu Qutadqı bilik əsəri. Bax, həmin əsərin müəllifidir. Testdə də düşür. Sonra gəldik nəyə? Gəldik gənclərə nəsihət əsəri Xaqani Şirvaninə. Bu ixtisardan verib sizə. Gəlin baxaq görək, oxuyun, bir də beytlərin izahını vereyim. Deyir, fitnə törətmə ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Məsnəvi şəklində yazılıb. Və testdə necə düşür? Fikirlər verir və deyir ki, hansı fikirlər gənclərə nəsihət əsərində öz əksini tapıb. Bax, birinci beytdə nə var? Fitnəkarlıq. Fitnəkarlıq burada tənqid olunur. Sonra, cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Tarimar nə deməkdir? Yəni, dağlar. Əgər deyir, cana deyir, vəfa etibar, yəni bu xüsusiyyətlər cana məlhəmdirsə, fitnə ilə onu darmadağın etmək mümkündür. Demək, burada nəfslənir fitnəkarlıq. Nə tərənnüm olur, təbliğ olunur, vəfalı, etibarlı olmaq. Hilə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Hiləni nəyə bənzədib? Oğurluğa bənzədib, oğurluqla müqayisə edib. Yəni, necə ki, oğurluğun əvvəli xoş olur, oğurluyursan, yeyirsən, sənə xoş gəlir, amma sonra onun cəzasını çəkirsən. Hilə də həmin şeydir. Hilə edib bir işi görmək olar, amma sonda onun aqibəti pis olar. Hiləgəri pislənildi, oğurluq pislənildi. Nifaq xəstəsisən nə qədər ki, sən əlac saymaqdan da ziyan görərsən. Bax, nifaq nə deməkdir? Dava, dalaş, mübarizə. Əgər sən dava, dalaş salmaq, münaqişə yaratmaq, ara vurmaq, belə şeyin xəstəsisənsə deyil, yəni bunun ziyanlığını çəkəcəksən. Demək, yenə nəfsləndi, fitnəkarlıq, hilə, oğurluq, nifaq. Nifaq salmaq insanlar arasında yaxşı xüsusiyyət deyil. Vəfa küçəsində ev tut yəqin bil, vəfa mənzilidir, ən yaxşı mənzil. Burada insanlar nəyə çalırdı? Vəfalı olmağa. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirən olma bir vəfa. Yəni, demək istəyir ki, sən bunu əlində şuar tutmadan ki, indiki dövrdə kimdə vəfa var ki, məndə də olsun. Bunu deyir, yəni belə hesab etmə. Heç kimdə ola bilsən vəfa yoxdur, amma sən vəfalı olmaqdan əl çəkmə, bir vəfa olma. Çalış az dostluq etsən də, əgər dostluqda möhkəm ol, sözdə mötəbər. Baxın, burada dostluq məsələsinə də toxunur. Gənclərə nəsihət edərkən onları necə dost olmağa çağırır? Çalış dostluğun sayını az elə. Yəni, çox dostluq bir şey deyil. Az dostluq olsun, amma yaxşı dostların olsun. Dostluqda möhkəm ol, sözdə həmişə hörmətli ol, hörmət sahibi ol. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Yəni, bir insan əgər dostuna qiymət dəyər vermir, onun yanından qovursa, elə insanın yanına onunla dostluq eləmir. Çünki axır əzəl onu qovdu, kimsən də qovacaq. Dostluq haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Əgər dostun haqlı olaraq birini vurursa, demək ki, layiqdir. Demək ki, layiqdir, çıxma havadar. Dostun deyil, kimi vurursa, həmin o vurduğu şəxsdən sən kömək, rəhbər çıxma, ona havadar çıxma. Demək, bildiyi bir şey var ki, edir də bunu. Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə sərt çək. Əgər dostun bir insandan imtina edib onu rədd edirsə, onun rədd etdiyi insan sənin qardaşın belə olsa,
ondan əl çək. Yəni dostunun bildiyi bir şey var ki, bunu eləyir. Dostluqda möhkəm olmağa çağırır. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atmaz sən. Məlum məsələdə asan bənddir. Yəni dostun nə eləyibsə ona qarşı çıxma. Haqq yolunda çalış o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Haqq yolu, yəni Allah yolu. Haqq yolunda çalış, yəni Allah yolunda çalış. O qədər çalış ki, yəni Allah haqq da səndən razı qalsın. Bir kiçik adama nəvaziş etsən, səni böyüyüb getməz əlindən. İndi nəsihət elədiyi insan nəvaziş göstərməlidir, nəvazişli davranmalıdır. Belə eləyərsən, sənin yəni böyüyün əlindən getməz. Razılıq etsə də səndən bir nadan, onun tərəfinə aldanmayasan. Bəzən olur ki, belə bir insanlar çıxır qabağımıza. Yəni, burada onları nadan adlandırıb şair. Yəni, ola bilər kimsə səni bir dəqiqə uşaqlar gözləyir. Ola bilsin, deyir, səni kimsə deyir, qabağına çıxar, öz işi xatirinə məsələn, boş yerə səni tərifləyər, səni deyir, tərifləyər, səni öyər, səndən razılıq edər, amma deyir, qətiyyən deyir, boş təriflərə aldanma. Sən onu öydükcə o lovğalanar, özünü yoldaşlıq əmollu sanar. Həqiqətən də belə insanlar var ki, sən onu tərifləyirsən, təriflədir. Yəni, əslində kiçik bir toz insanlar var ki, hansı biz onu böyüdük, dağ eləyirik öz təriflərimizdən. Bu insanlar da nə edir? O məsafə ki, qoymuşsun, o məsafəni aşır, o çizgini aşır, başlayır özünü sənə yaxın hiss eləməyə. Özünü yoldaşlıq əmollu sanmağa başlayır və artıq yersiz hərəkətlərə, belə deyim də, adım atmış olur. Daha boyun qoymaz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Belə insanlar da lovğalanar, özünü sənə yaxın hiss edir və belə deyim də, özünə aid vəzifəni, işi, xidməti yerinə yetirməz. Gözünədir, lovğalar yabancı olur hörmətə. Lovğa insanlar hörmətə yaddırlar. Lovğa insanların hörmətə olmaz. Bəzən həqiqətən də olur uşaqlar. Görürsünüz ki, bir insana biraz misal var ki, yəni kobud da olsa bu misalı çəkim, dedik, üz verəndə aslar istir məsələsi. Birinə biraz çox xoş münasibət göstərsən, üz göstərirsən, artıq çizgini aşmağa başlayır. Başlayır o boyuna düşən vəzifəni yerinə yetirməməyə. Hətta aşmağa başlayır da uzun sözün qısası. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun bir də ki ürək. Yəni, boy böyüklüyü önəmli deyil insanda. İnsanda böyük olacaq şey ürəyi ilə gərək insanın ürəyi böyük olsun, bir də hümməti böyük olsun. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Baxın, burada bəlli sual var, ritorik sual var, cavabı içindədir. Əslində demək istəyir ki, dünyada ağıldan insan üçün yaxşı ustad, müəllim yoxdur. O bir qul yanında şagird olarmı? Yəni, ağıl insanı qul yanında şagird etməz. Deyir, sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Demək, Xaqani burada özündən şair öyünür. Testə düşmüşdü bu düzgün fikir kimi götürün. Xaqani özündən razıdır. Bir dəqiqə nazır. Xaqani özündən razıdır, Xaqani özüyle qürur duyur. Bu doğru fikirdir. Sənətdə tək olan bu Xaqanidən. Özünü sənətdə tək ustad hesab edir. Gəl incə mənalı fikir eşitsən. Qorun pis adamdan anla ki onlar, əqrəblər kör olar, ilan tək lal kar. Testə bunu salıb ki, Xaqani Şirvani pis adamları nəyə bənzədir, nə adlandırır? Onları əqrəb, yəni əqrəb kimi belə insanlar kör olar hər şeyə, yəni nankör olarlar, ilan təkdə lal kar olarlar. Burada indi hansı şeylər, insana xas xüsusiyyətlər pislənir. Bax, lovğalıq, pislik, fitnəkarlıq, nadanlıq, bunlar mənfi cəhət kimi göstərilir və yəni pislənir. Vəfalı olmaq, dost olmaq, ağıllı olmaq, bu kimi xüsusiyyətlər isə təbliğ olunur. Bu qədər.